İlham Əliyevin beyin mərkəzini vurdular. İlham Əliyevi can evindən vurdular. İlham Əliyevin kalbindən vurdular. Nəçirvan Bərzani vuruldu konutu. Baxın, xalq ayağa qalxanda Türkiyədən bizim xalqı döyməyə adam gəlməyəcək daha. Əvvəl bəlkə də gələ bilərdi. Baxın, Şemai, yadınızda da bilməyənlər bilsin. Bizi döyənlər, bizi samalyotlarla gələnlər hamısı oradan gəlmişdi. Tərtər hadisələrini törədənlər biz də deyirik Rus kəşfiyyatı. Nə Rus kəşfiyyatı? Ne danışırsınız siz? Putin deyirdin, Putin'le belə söyürdü. Kilsə deyirdin, kilsə söyürdü. Quran deyirdin, Quran söyürdü. Ne Allah tanı, ne dil bilirdilər, ne iman bilirdilər. İlham Əliyevi hansı savaşa soxmaq üçün, əllərində oyuncağa çevirmək üçün Tərtər hadisələrini etdilər, xalqın qeyrətli oğullarına işgəncə verdilər, hər cürə cinayət törətdilər və o Avropaya qədər gəldi çıxdı. Hansı yerə qədər gəldi çıxdı, ona qoymadılar getməyə. Bu hamısı bugünkü günə İlham Əliyevi İrana savaşa soxmaq üçün planlanan əməllər idi. Necə xalqı döyənlər elədə də gəlib Tərtər hadisələrində işgəncə verənlər. Birbaşa onlar da oradan gəlmişdi. Xalqı döyənlər kimi. İsrail'in vuran kolu, bütün örgütler var, adlarını çəkmirəm. KK, YPG, PYD, adlarını çəkmirəm. Çoxsu çəkəndə şikayət olur. Həmən o qruplaşmalar var, silahlı qruplaşmalar. Onların hamısının rəhbəri idi Nəçirvan Bərzani. Elə belə demirdilər Azərbaycan hansı Kürt terror örgütünə bağlı hökumətdir. Bildiniz də onu daimi deyirlər. Dostlar, qardaşlar. İndi siz bildinizmi ki İlham Əliyevi can evindən vurdular? İndi siz bildinizmi İlham Əliyevi mələr qoydular? İlham Əliyevin bütün Avropada, bütün görüşlərdə, dünyaya açılan görüşlərdə İlham Əliyevin ən çox qucaqlaşdığı, öpüşdüyü, bir-birinin boynunu yaladığı, yeganə dostu, arxa, dayağı, can damarı, beyin mərkəzi, kalbi var idi, yeganə ən yaxın adamı. Hansı ki o əlində olan çox sayılı terror örgütlərindən, onlara rəhbərlik eləməkdən birbaşa İsrailin, Amerikanın maraqlarına xidmət edirdi. İlham da bir növ onun kankasıydı. Bərzaninin sarayı vuruldu. Davamı gəlsin. Bax, qızlarımızı zorlayanlar, İlham Əliyevin otellərində qızlarımıza, qadınlarımıza təcavüz edən Körfəz ölkələri mələr qaldı. İqamətgahları kül olubdu. Hamısı başını götürüb qaçıb. Artıq 30%'e də yox, 10%'e düşdü əmlak qiyməti. Türkiyənin dərinçiləri dedi ki, İlham Əliyevin və İlhamın adamlarının obyektləri Körfəzdə darmadağın edilibdi. Hətta İlhamın pulunu saxladığı banklar belə havaya uçurulubdu. Necə ki, İlham Əliyevin ailəsinə aid 8 dənə yaxta yanır ha. Özünün və ailə üzvlərinin hamısının yaxtası yanır ha. 100 milyonlarla qiymətinə yaxtalar. Yalandan heç orada bir dənə yaxtası olmayan Anar Ələkbərovun boynuna yıxırlar ha. Güya Anar Ələkbərovun 8 yaxtası var imiş yandı. Biz də inandıq elə. Necə ki Anar Ələkbərovun boynuna yıxdılar İlham Əliyevin qızlarının, oğlunun, nəvələrinin, damadının 8 yaxtası yandı ha. Eləcə də Dubayda İlham Əliyevin bütün mülkləri, Mehribanın bütün mülkləri darmadağın oldu, darmadağın oldu. İlhamın mülkləri dağıldı, Kemaləddin Heydarovun da mülkləri dağıldı. Amma İlhamın adı çəkilmir, İlhamın ailəsinin adı çəkilmir. Kemaləddinin adı çəkilir. 29 Mart 2026-cı ildir və həftənin bazar günü dəyərli izləyicilər İranın atdığı raket Azərbaycanlı nazirin malikanəsinə düşüb. İran ordusunun Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərinə atdığı raketlərdən biri Azərbaycanın Fövqəladə Hallar Naziri General Polkovnik Kemaləddin Heydarovun ailəsinə məxsus malikanənin